Deməli, indiki mövzumuz da olacaqdı, müəllimlər. 7-ci sinif mövzu 25, əl ilə yerinə yetirilən tikiş əməliyyatları. Yəni, bu mövzunun sual-cavabını etdik müəllimlərlə. İndi başlayaq. Bax, Ramil müəllimdə qalmışıq. Bir sual verəcəm, sonra keçəcəm Sevda müəlliməyə, Saçlı müəlliməyə. Bax, əl ilə yerinə yetirilən tikiş əməliyyatları hansılardır? Ramil müəllim. Əl ilə yəni nələrin tikilməyidir müəllim, onu soruşursunuz? Bax, əl ilə yerinə yetirilən tikiş əməliyyatları hansılardır? Bax, hansı tikişlərdir ki, biz onu əllə icra edirik də. Kitabımızda da onlar haqqında məlumat verilib də. Yəni, bunlar hamısı əl tikişləridir, gizli bastırma. Gizli bastırma tikişidir, sonra düz tikişdir, onları soruşursunuz, yoxsa hansı paltarların? Yox. Bax, onlar gizli bastırma tikişi var idi, sonra xaçvari tikiş var idi, sonra düz tikişlər, səpinə tikişlər var idi. Deməli, gizli bastırma dedim. Bəli, bunlar hamısı əllə yerinə yetirilən tikişlərdir ki, hansı ki gizli bastırma tikiş növünə aiddir. Yəni ki, gizli tikişlərdir. Bunların üçü də əllə yerinə yetirilən. Bəli. Deməli, bunlar da müəllim şalvarın ətəyinin, sonra paltarın qolunun, kənar hissəsinin qatlayıb gizli tikişlə tikildiyinə görə gizli bastırma tikişi ona görə deyilir də. Bəli. Deməli, bax, əl ilə yerinə yetirilən tikiş əməliyyatları hansılardır deyəndə yadımızda saxlayırıq ki, gizli bastırma tikişdir. Çünki parçanın üst tərəfindən neyinir? Görünmür. Yəni, geyimi tikərkən qatlayıb elə tikirik ki, parçanın üst tərəfindən görünməsin. Bu tikişlərdə deməli hansılar oldu? Çəpini oldu, düz oldu, xaçvari tikiş oldu ki, yəni ki, parçanın üst tərəfindən görünməyən gizli bastırma tikişlərdir. Deməli, bax, indi... Bunlar üçün müəllim kiçik buyur. iynələrdən istifadə olunurdu. Bir də parçanın özünə uyğun rəng və yaxud da ki, parçadan biraz tünd rəngli saplardan istifadə olunurdu bunları tikəndə. Bəli. İndi Saçlı müəlliməyə verəcəm sual. Bax, bastırma tikişin tərifi necə idi Saçlı müəllimə kitabımızda? Bastırma tikişin tərifi. Üst tərəfdən görünməyən tikilməmdir, onu deyirsiniz. Bəli. Bastırma tikişi üst tərəfdən görünməyən detan aşağı kəsiklərinin qatlanmış kənarlarını birləşdirən gizli tikişlər. Bəli. Bax, tərif olaraq elə verir. İndi bunu açaq ki, yadımızda nətər saxlayaq. Testdən bunu nətər seçək. Bax, bastırma tikiş soruşsa bizdən, birinci testdən cümlə olaraq gizli tikiş axtaracaq. Gizli tikiş verilməyibdirsə, parçanın üst tərəfindən görünməyən qatlanmış kənarları, yəni ki, detalların aşağı hissəsindən qatlanmış kənar axtarmalıyıq. Bir də parçanın üst tərəfindən görünməyən gizli tikiş. Yəni, bu üç dənə sözü axtararaq, yəni ki, biz bastırma tikişi testdən asanlıqla seçə bilərik. Yaxşı, bax, əgər parça nazikdirsə və parçanın sapları tökülürsə, bastırma tikişi necə eləmək lazımdır? Əgər parça nazikdirsə, parçanın sapları da tökülürsə, o